Yeni günden herkese salam, sabahınız xeyir olsun. Bugün güzel havamız var, açıqlıq, güneş. Burada da bizim hinduşkalarımız var. Günə çörək pişirməklə başlayırıq. Biz adətən evdə bişmiş çörəkdən istifadə edirik. Düzdür, bəzən pişirməyə çatdırmayanda, vaxtımız olmayanda alma çörək istifadə edirik. Ancaq daha çox vaxtlar elə duxovkada özümüz pişiririk. Bu daha çox xoşumuza gəlir. Sonra da keçdim pəncərələri silməyə. Pəncərələri silməyə çəkmək çox çətin imiş, çünki çöldən işıq düşür və içəri qaranlıq görünür. Ona görə yalnız bir neçə kadr belə çəkə bildim. O vaxtdan bu işdən heç xoşum gəlmirdi, heç indi də xoşum gəlmir. Sadəcə məcburam, çünki yağış yağan kimi buralar hamısı yağışın izi olur və üstəlik də həyətdən toz qalxır. Bu qarmaqarışıq yer isə televizorun altıdır. Qarmaqarışıq olmasının səbəbi uzun müddətli yığışdırmamağın və üstəlik də oğlumun əlinə keçən hər şeyi gətirib buradan içəri atmasıdır. Hətta biz bura açılmasın deyə iplə buranın qapısını bir-birinə sıx bağladıq. Ancaq oğlum yenə də birazca ara tapır və oradan içəriyə əlinə keçən hər şeyi atır. Bir yandan da elə özüm də uzun müddətli yığışdırmadığıma görə dərmanlardan istifadə edib elə necə gəldi qoymuşuq və qarışıqlıq yaranıb. İndi buranı siləcəm və vaxtı keçmiş dərmanları atıb qalanlarını yenidən buraya yığacam. Bunların çoxunu ayırdım. Bunları atacağım. Bunları yığacağım yerinə. Bunları da yığışdırıb götürəcəm. Dünən oğlumun əlində lak görmüşdüm, ancaq haranı boyadığını tapa bilmədim. Bugün bu şkafı açanda da gördüm ki, sənimə sənət əsərləri buradaymış. Asitona sildim, təmizləndi. Sonra düşdüm həyətə, dedim biraz da həyət işlərindən görüm. Qaynanamın güllərini göstərirəm burada. Mənim güllərə elə də marağım yoxdur, ancaq qaynanamın çox xoşu gəlir gül becərmək, əkmək kimi şeylərdən. Burada bizim tərəzimiz var bir dənə. Bundan istəyirəm özümü çəkim. Görək neçə kilogramım. Yandırın. Hani 5.72. Elnarın silmiş paltarlarını aparıb köhnə evə qoyuram. Bura bizim köhnə evimiz. Çox bərbad bir haldadır bu dəqiqə. Bir gün istəyirəm ki, buraları yığışdırıb video çəkim. Əvvəl biz burada yaşayırdıq. Bura belə baxımsız qalıb. Burada otururduq əvvəl. Orada yataq otağıydı. Burada başka bir otağıydı.
Burada mətbəximiz idi. 2 gündür külək əsir. Buralar bu hala düşüb. İstəyirəm biraz süpürüm. Çox pis gündədir. Hər yer yarpaq olub. Həyətdəki otları da yoldaşım biçmişdi. Mən də dedim, elə saralıb burada qalmaqdansa qoy təmizləyim, yığım arabaya aparım atım. Çünki otlar belə qalanda daha çirkli bir görüntü yaradır və gözə xoş görünmür. Otların hamısını dırmıqla təmizləyib sıyırıb yığandan sonra yığdım arabaya. Oradan da apardım zibilliyə. Zibillikdə bunların hamısını yandıracağım. Bu mayus kandı. Bu mayus kandı. Artıq hava qaralır. Yağış yağıb. Göy gurulduyur. Belə. Videomu bura qədər izlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Əgər videomu bəyəndinizsə like atmağı və kanala abunə olmağı unutmayın. Hələlik.